Bu adam aqrar sektora aid olan adamdır. Aqrar sektoru təhsil alıbdır, Baytarlıq Universiteti namizədli dissertasiya fəlsəfə doktoru deyirsiniz. Yəni bütün həyatı aqrar sektorla bağlı olubdur və Abşerondan yüksələrək Abşeron rayon partiya komitəsinin katibi və sonra da baş nazirin birinci mavini. Baş nazirin ümumiyyətlə bir neçə mavinləri olur və mavinlər sahələr üzrə olurlar. Abbas Abbasov kənd təsərrüfatı üzrə baş nazirin birinci mavini idi. Yəni onun kurasiyasında aqrar sektora aid nə qədər qurumlar varsa, başda kənd təsərrüfatı nazirliyi olmaqla, bütün o demək aqrar sektor blokunda olan dövlət qurumları hamısı onun demək kuratorluğu altında fəaliyyət göstərir. Tez-tez tədbirlər keçirdirdim. Deyirsiniz təbii ki, mən 10 dəfələrlə, bəlkə də 100 dəfələrlə təmaslarımız olubdur işlədiyimiz dövrdə. O kuratorudur, öz sahəsinin problemlərini çözmək üçün tez-tez toplantılar keçirirdi, tez-tez yığırdı hər kəsi öz sahəsinə aid olan müəssisə təşkilatların, nazirliklərin, komitələrin rəhbərlərini və təbii ki, hər dəfə də Maliyyə nazirini dəvət edirdi. Çünki onun müzakirə elədiyi, istənilən bir sahə problemi gəlirdi, sonra maliyyə məsələsinə söykənirdi, yəni həlli maliyyə məsələsinə söykənirdi. Ona görə mən dəvət edirdi, açığı yəni qabiliyyətli adam idi, onu soruşmaq istəyirəm. Qabiliyyətli adamdır mı? Qoçaq adamdır. Eləmi? Adam qoçaq adamdır. Yəni əlaqələr yaratmaq, əlaqələr qurmaq, yəqin ki, verilişin gedişatında mən bəzi epizodlar haqqında söhbət edəcəm. Onu siz də hörmətli tamaşaçılarımız da görəcək ki, bu adam gerçəkdən də nə qədər qoçaqdır. Yəni əlaqələr yaratmaq, ünsiyyət qurmaq, məsələlərin həllini etmək. Yəni bu sahədə çox çevik bir adamdır. Belə tədbirləri keçirirdi, toplantılar keçirirdi, mən də dəvət edirdi və bunları o qədər çox eləyirdi ki, bu tədbirləri. Mən yorulurdum və bəzən də ora ya mavin göndərirdim, hətta axır vaxtlar elə bir hal əmələ gəlmişdi, ora idarə rəisi göndərirdim, onun tədbirinə. Yəni bir dəfə də bir tədbirə yenə bir böyük bir geniş bir tərkibdə bir tədbir keçirmək istəyir, səhv eləmirəmsə 7-ci ildə. Mən də o dövrdə maliyyə vəsaitlərinin bilirsiniz, çatışmazlığı vardı, problemlər vardı, iş çoxudur, mən gedə bilmədim ora. Mavinlər də harasa başqa yerə toplantıya getmişlər, ora idarə rəisi göndərdim. Bir də gördüm ki, mənə zəng edib ki, bəs sən niyə məni saymırsan, mən baş nazirin birinci maviniyəm, məni bu vəzifəyə prezident təyin edib. Gəlmirsən, mən burada böyük, mühüm bir məsələ müzakirə edirəm, mən durdum, getdim. Girdim, çatdım qəbul otağına ki, bütün hamı dayanıbdır, heç kəs içəriyə daxil olmur. Yəni, gözləyirlər ki, Maliyyə naziri gəlsin, çünki bunları müzakirə edəcəyi məsələ, basa-basa müzakirə edəcəyi məsələ maliyyə ilə bağlıdır. Keçdim içəri ki, bu öz masasından arxa tərəfə çevrilib, yəni arxası qapıya tərəf oturub, telefonda Ulu Öndərlə danışır və məndən Ulu Öndərə şikayət edir. Ki, Fikrət Yusifov məni saymır, tədbirimə gəlmir, yəni bu dövlət tədbiridir, yəni sahəm problemlərindən danışır. Bu neçənci dəfədir mənim tədbirimə mavin göndərir, indi də mavindən çıxıb, indi idarə rəisi göndərir. Şikayət müstəqil. Şikayət çıxdı. Mən də çatdım, dayandım da prezidentlə danışır da, dayandım bu masasının yanında, gözləyirəm qutarsın. İçəridə mənəm və özüdür danışır. Siz də görmür. Mən də görmür, danışır. Məndən belə deyək də, bizim el dilində deyəcək, məndən döyüşüyür. Qutar, söhbət çevriləndə dedim, bitirdin. Mən də arxaydım baxıb. Mən bilirəm ki, məsələn, 100 il Heydər Əliyev mənə bir söz deyən deyir ki, Abbas Abbasovun toplantısına sən niyə getmirsən, niyə mavin göndərsən və niyə hətta idarə rəisi göndərsən, bu söz deməyəcək mənə. Onun Abbas Abbasova münasibətini bilirdim mən, Ulu Öndərin Abbas Abbasova münasibətini bilirdim. Bu çevriləndə mən dedim, bitirdin, biraz alındı, təbii ki, məndən şikayət edib, mən də gəlib şikayətimin üstündə çıxmışam, dedim, indi tədbiri başladım. Çağırdı cəmaatı, başladı tədbir keçirməyə. Yəni, bu münasibətlərdə həm bir şey belə gərginlik olur. Həm bir problem olurdu, məsələn, deyək ki, hansısa bir rayonda bir xəstəlik əmələ gəlib də, onun miqyasını elə böyüdürdü ki, böyük bir
vəsaitlər istəyirdilər, bunu ayırmaq yoxdur, vəsaitlər yoxdur. Təbii ki, onun istəkləri... Yəni, pul dərdindən böyüdürdü da, yəni ki. Məsələ böyüyürdü ki, belə də deyib, o bir söz... Çıxılmaz bir vəziyyət kimi. Qoyma, gəldi və batır, sahə batır. Bu təcili böyük bir məbləğdə vəsait ayırmaq lazım. Mən də bunların hamısını özüm öz xəttlərimlə araşdırdım. Xüsusi idarəm vardı bu aqrar sektorun maliyyələşdirilməsindən. Gəldilər, reallıqları özümüz öyrənib bilirdik ki, yəni bu miqyasda deyil da. Yəni. Dediniz Heydər Əliyevə şikayət edirdi, amma Heydər Əliyevin ona münasibətini bilirdim. Xoşu gəlmirdi Heydər Əliyevin onunla? Gəlmirdi və həmişə də belə demək olar ki, bütün mən işlədiyim dövr ərzində 92-ci ildən 99-cu ilin ortalarına qədər müşahidə elədiyim, yəni Abbas Abbasovla bağlı bir söhbət edilir. Onunla bağlı apardığım müşahidələr, yəni şahid olduğum məqamlar bundan ibarət edir ki, Heydər Əliyev hamıdan daha çox onu danlayırdı, onu tənqid edirdi. Bəzən də bir hiss edirdim ki, bir aqresiya da var. İndi yəqin Abbas Abbasovun belə deyək də bəyan olunmamış, ya ortada sübut olunmamış elə hərəkətləri, elə əməlləri olubdur ki, o müəyyən bir aqresiya yaratmışdı. Amma bir aqresiya vardı. Bunu mən dəfələrlə toplantılarda da görmüşdüm. Belə məqam düşən kimi danlayırdı. Yəni, ictimai yerdə, cəmaətin içində, tədbirdə, iclasda, toplantıda. Amma belə bütövlükdə Abbas Abbasovun Moskva səfərləri, məsələn, biz Moskvaya rəsmi səfərlərdə olmuşuq. O səfərlər zamanı mən müşahidə eləmişəm. 94-cü ildə MDB dövlət başlarının toplantısında demək olar ki, bütün ölkələrin baş nazirləri və demək, prezidentləri gəlmişdi. Prezidentləri gəlmişdi və baş nazir birinci müavini kimi geçmişdi bizdən onlara. Mən orada gördüm ki, bu adamın çox geniş bir çevrəsi var. Dövlət başçıları ilə görüşür. Aslında baş nazirin, bir ölkənin baş nazirin müavinidir də bu adam. Yəni, o statusda deyil ki, məsələn, tədbirdə geçsin dövlət başçıları. Dövlət başçıları bunu, yəni ünsiyyət yaradan bir adamdır, əlaqə yaradan adam. Yəni uzun illərdə elə MDB məkanında olan, keçmiş SSR məkanında olan ölkələrdə... Özbəkistanda çalışıbdır uzun müddət və ümumiyyətlə əlaqələr qurmağı bacaran biri idi. Amma mən sizə deyim ki, təbii ki, bunlardan da istifadə edirdi. Bax, onun Rusiyaya getməsinin 96-cı ildə, belə 2006-cı ildəki vəzifədən gedəndən sonra Rusiyaya getməsinin, Rusiyada onun çox dərin bağları var. İndi o dərin bağlardan danışarıq, amma necə oldu getdi 2006-cı ildə üstəgəl İstiqlal ordeni alıb gedib? O öz Wikipediyasında yazılıb ki, öz ərizəsi ilə çıxıb. Özü onun üçün elə şərait yaratdılar mı, yoxsa özü Heydər Əliyevdən sonra qalıb işləmək istəmədi? Necə oldu vəziyyət, bilirsinizmi o haqda? Yox, onun bəzi hərəkətləri istər-istəməz qıcıq doğururdu. Hansı hərəkətləri? İndi mən onları tam detallaşdıra bilmirəm, çünki o gərək biləsən danışasında. Özünü sərbəst aparırdı. Bəzən, məsələn, deyirəm da sizə ki, məsələn, dövlət başçılarından çıxırdı, mən gördüm ki, o necə görüşülür, necə əlaqələr qurulur. Və bəzi şübhələr vardı onun hərəkətlərində ki, bəzi iqtisadi fəaliyyətləri, bəzi ticari məsələləri deyək ki, belə deyək ki, səhnə arxasında edir hərəkəti, bu işlərə imza atır. Və bunlar təbii ki, qıcıq doğururdu. Amma getməyi, onun vəzifədən getməyi, mən məsələn onu daha tez gözləyirdim vəzifədən getməyini. Çünki bilirdim ki, belə deyək də, qəbul olunmur. Yəni, bunu tam səmimi demək lazımdır. Nə Heydər Əliyev dövründə qəbul olundu, nə İlham Əliyevin hakimiyyətə gələndən sonra o qəbul olunmurdu. O görüntülərə baxmayın, orada məsələn çıxış eləyirdi, tədbirdə olurdu. Hətta bir dəfə o olimpiyada falan da iştirak edəndə mən görmüşdüm orada. Prezidentlə nətər belə təbrikləşdilər bizim o qalibiyyətli, demək ki, oyuncularımız qalib gəlirdi. Yəni deyirsiniz ki, o prezidentin qarşısında özünü çox sərbəst aparır demək istəyirsinizmi? Həm sərbəst aparırdı, həm də sadəcə olaraq bu adam yəni bir yerdə dayanan deyil də, yəqin ki, işlər çevirirmiş. İndi birisi nətərdir? Baxın, Dövlət Təhlükəsizlik Xidməti ona qarşı iş qaldırıb və onu axtarışa verib. Deməli, sizlə mənim bilmədiyim, hətta indi mən uzun müddətdir, mən 99-cu ilin ortasında getmişəm vəzifədən. Bilmədiyimiz məqamlar var da, bu hansısa bir işlər çevirirmiş ki, bu məsələ ətrafında belə bir qərarlar qəbul olunur. Onunla bağlı belə bir qərarlar qəbul olunur. Yəni, bir liderlik ambisiyası vardı.
Bunu mən hiss edirdim. Bir liderlik ambisiyası vardı. Yəni prezident olmaq istəyərdi hətta, eləmi yəni? Bəlkə də. Yəni baş nazirin birinci müavini, liderlik deyəndə yəqin ki... Onu elan eləməz ki, onu göstərməz ki, amma o ambisiyanı mən hiss edirdim ki, bu liderlik istəyindədir, liderlik arzusundadır və Millioner İttifaqına qoşulmaq, oradakı olaylar, bunlar hamısı o dediklərimizin elə bil ki, bir ətrafında bir əsaslardır ki, biz bunları müşahidə elədik.